səviyyəsindən asılıdır. Yadınızda saxlayın. TV2 koordinasiyanın inkişaf səviyyəsindən asılıdır. Əzələ fəaliyyətini tənzimləyən sinir impulsunun tezliyi və gücü. O qüvvə deyil, müəllim. Hiyli deyirlər, nə bilim valla. Antiqonis və singes əzəllər arasında koordinasiya. Qüvvədir. Gerçək, bu da olacaqdı qüvvə. Sonra idmançının güc və sürət imkanında denən. Dözümlülük. Aha, dayaq hərəkət aparatının genetik xüsusiyyətlərindən asılı olan hərəkət qabiliyyət. Bəq olacaqdı. Sonra birbaşa mərkəzi sinir sistemi ilə əlaqəli olan hərəkət qabiliyyət. Sürət güc Gerçək. deyil, müəllim. Yox, mərkəzi sinir sistemi. Çeviklik. Çeviklik. Aha. Antiqonis və singes əzəllər arasında koordinasiya nə dedin Arzu müəllim? Qüvvədir. Yox, səhv deyimsən. Arasında bəq deyil. Aha, arasında bəqdir. Aha. Qüvvədir. Bəli. Sonra qüvvənin əlverişli yaş dövrü? Qüvvənin 12-15 deyil, müəllim. Yox, 5-in üstü düşək. 12-18. 12-18. 12-18. Dartılmış kaman vəziyyət alma, yay vəziyyət alma, tenis top atılmasının hansı fazasına aiddir? Dartıb, atmaya hazırlıq. Niyə atma olmur? Atma. Atmadı, bəli. Yaxşı. Bəs belə bir sual verir. Mənim sizə hərəkətlər yorulma yaratmayan məsafədə icra olunursa? Dözümlülük. Yorulma yaratmayan? O sürət. Sürətdir təkcə. Təkcə sürətdir. Yorulma yaratmayandırsa sürətdir. Yorulma yaratsa? Sürət gücdür. Yorulma yaratsa dözümlük. Ay, Sekund göz açıq deyə səni gördüm.